Ona görə yerlərdən gələn hər bir siqnala obyektiv baxılacaq və sizin fəaliyyətinizə obyektiv qiymət veriləcək. Ona görə siz elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar və rəhbərlik edəcəyiniz şəhər və rayonlarda işlər yaxşı getsin. Siz çalışmalısınız ki, rayonlara sərmayə qoyulsun. İnvestorları inandırmaq üçün səylər göstərməlisiniz. Yəni, gözləməməlisiniz ki, dövlət gəlib hansı işi görəcək. Onsuz da biz bunu görürük. Və hal-hazırda 4-cü regional inkişaf proqramının icrası davam edir və növbəti 4 il ərzində əminəm ki, bugünə qədər öz həllini tapmamış məsələlər də öz həllini tapacaq. Ancaq siz hər bir rayonda mövcud olan problemə diqqət göstərməlisiniz, reaksiya verməlisiniz və çalışmalısınız ki, bu məsələlər öz həllini tapsın. Öz dəstəyinizi verməlisiniz və sahibkarlara diqqət göstərməlisiniz, onları incitməməlisiniz. Əgər hansı sahibkar vəsait qoymaq, hansı iş görmək istəyir, siz birinci olmalısınız ki, ona dəstək verəsiniz. Bəzi hallarda sahibkarlara qarşı ədalətsizlik göstərilir və onlardan nəsə əldə etmə cəhdləri göstərilir. Buna qətiyyən yol vermək olmaz və sahibkarlara da üst tutub deyirəm ki, əgər belə bir xoşa gəlməz halla üzləşsələr, dərhal reaksiya versinlər və bizə məlumat versinlər. Ölkəmizin ümumi inkişafı müsbətdir və gələcəkdə hər hansı bir ciddi problem mən görmürəm. Çünki siyasi cəhətdən ölkəmiz çox möhkəmdir, sabitlik Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir və sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Və bizim siyasətimizə ləkə vuran hər bir adam öz cəzasını alacaqdır. Biz bu qədər səy göstəririk, bu qədər işlər görürük. Hansısa yaramaz məmur öz şəxsi maraqlarını təmin etmək üçün əgər hansısa bəd əməl törədirsə, mütləq cəzasını alacaqdır. Mütləq. Və artıq tarix bunu göstərir. Belə, əminəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız və elə işləyəcəksiniz ki, rəhbərlik edəcəyiniz